İnsanların diqqətini çəkmək istəyən bu gənc hündür bir mərtəbəyə dırmaşır. Ora çıxdıqdan sonra özündə güc və qüvvət hiss edir. Telefonunu açır və canlı yayıma çıxır. Canlı yayımına minlərlə insan qoşulur. Həmin insanlar ona cəsursan, cəsarətsən sözlərini yazır. Bu anda birdən ildırım çaxır. İldırımdan qorxan oğlan telefonunu gizlədir və tez aşağıya düşməyə doğru cəhd edir. Həmin an ayağı sürüşür və o yuxarı hissədən aşağıya doğru düşməyə başlayır. Düşdüyü anda yadına düşür ki, bunun paraşütü var və paraşütünü açır, canını xilas etməyə çalışır. Paraşütün idarə etməsini itirən oğlan sürətli bir şəkildə dəmir qapılara doğru irəliləməyə başlayır. O az qalsın dəmir qapılara çırpıldığı anda birdən görür ki, dəmir qapılar açılır. Və o Tacir müəllimin onlayn kursuna daxil olur. Əgər sən də onlayn informatika qrupuna daxil olmaq istəyirsənsə, 051 346 2536 WhatsApp nömrəsinə yazaraq Tacir müəllimin dərslərinə qoşula bilərsən. Bunu da qeyd edim ki, ilk qoşulan 5 nəfərə 20% endirim olacaqdır.